Salam, bugünkü mövzumuz present simple tense, yəni indiki sadə zamandır. Gəlin bir-bir bunu tərcümə edək. Present indiki deməkdir, simple sadə deməkdir, form isə forma deməkdir. Yəni indiki sadə zaman forması haqqındadır bugünkü mövzumuz. Bu mövzu çox asandır əslində. Yəni bilməli olduğunuz kiçik bir məqamlar, detallar var ki, onları bilsiniz, rahat bir şəkildə cümlə qura bilərsiniz. İndiki sadə zamanı biz nə zaman istifadə edirik? Bu dövrdə, yəni bu günümüzdə baş verən faktlar, hadisələr haqqında danışarkən bu zamandan istifadə edəcəyik. İndi bunun üçün bizə nə lazımdır? Bizə şəxs lazımdır. Burada gördüyünüz kimi I, mən, you, sən, he, she, it, we, they. Yəni sizə uyğun olan bir şəxs seçirsiniz və yanında hərəkət bildirən söz qoymalısınız. Yəni bizim dildə nitq hissəsi olaraq da feil deyilir. Gəlin indi məsəl üçün burada work-dən istifadə edib işləmək. Yəni I work. Mən işləyirəm. Və yaxud you work, sən işləyirsən. Və görürsünüz burada we work, they work. Burada şəxslərimizdə bu şəxslər, yəni I, you, we, they. Yəni şəxslərimiz cəmdə olduqda, you, we, they cəmdə olduqda və bir də I, mən olduqda, onda bizim istifadə etdiyimiz hərəkət heç bir dəyişiklik baş vermir. Elə olduğu kimi qalır. Work, yəni işləmək sözünü istifadə edəcəksiniz. Məsəl üçün yerdəki go, gedirəm deməkdir. I go, mən gedirəm, you go, we go, they go. Bu şəxslərdə eyni olur. Sırf he, she, it, yəni üçüncü şəxsin təki dediyimiz və bunların hər birinin mənası o deməkdir bizim dilimizdə. Sadəcə olaraq cinsə görə dəyişir. Kişi cinsində he, qadın cinsində she və cansızlar, bitki heyvanlarda isə biz it istifadə edirik. Bu şəxslərdə isə biz nə edəcəyik? Bunların hərəkət bildirən söz əlavə etdikdə, yəni work. Burada sonuna biz s şəkilçisini əlavə edəcəyik. Gördüyünüz works olacaqdır. Sırf bu şəxsiniz üçüncü şəxsin təkində olduqdadır. Yəni başqa heç bir şəxsə ehtiyac yoxdur. Sırf üçüncü şəxsin təkində olduqda hərəkətin sonuna bir dənə s şəkilçisi, yəni s şəkilçisi artırırsınız. İndi gəlin bunun inkar və sual formalarına baxaq. İnkar formasında deməli, həmin bu s artırmadığımız şəxslər var idi. I, you, we, they. Bunların inkarını düzəldərkən bizə don't. Görürsünüz, qısa formada don't deyir, uzunda do not deyir. Elə siz o don't öyrənsəniz, yadınızda don't kimi saxlayın, çünki hər yerdə don't görəcəksiniz. Don't istifadə edəcəyik biz. Bu bizim inkarımızı, cümləni inkarda istifadə etməyimizə kömək edir. Məsəl üçün deyirik ki, I don't work. Mən işləmirəm. You don't work. Sən işləmirsən. We don't work. Biz işləmirik. They don't work. Onlar işləmirlər. Və gördüyünüz kimi bütün bu şəxsləri hamısında don't-dan istifadə etdim. İndi gələk bu bizim s əlavə etdiyimiz feillərə, yəni hərəkət bildirən sözlərə. Bunlardan nə edəcəyik? Həmin bu s-i görə biz doesn't, yəni does not-dan istifadə edəcəyik. Və görürsünüz, həmin bu s bura gəldiyinə görə s-i bura qoymuşuq. Yəni don't-un dəyişmişik, doesn't eləmişik. S-i bura əlavə etdiyimizə görə work-daki s-i yığışdırmışıq. Yəni əslində burada s var idi. Bu s-i sildim buradan, gətirdim don't-u əlavə etdim. Don't çevrildi, özü doesn't oldu. Sırf o s-in təsirinə görə. İndi cümləmiz belə olur. He doesn't work. O işləmir. She doesn't work. O işləmir. It doesn't work. Yəni burada hamısında görürsünüz, hamısında doesn't work oldu və works olmur. Çünki niyə? Doesn't-ın içindədir s artıq. S-lə bir onun için atmışam. Və gəlin indi baxaq sual formasına. Sual formasında eyni qaydadır. Baxın, burada da does. Görürsünüz, he, she, it-də does olubdur. Qalan şəxslərdə do'dur. Sırf o s-ə görə. Və burada mən does-dan istifadə etmişəm deyə work-da s yoxdur. Does she work? Gəl birinə özümüz cümlə quraq. Birinci bunun qısa cavabına da baxaq. Həmişə yadınıza saxlayın ki, sualı nə ilə verirsinizsə, cavabınızda da mütləq olmalıdır. Məsəl üçün, mən do ilə does-dan sual vermişəm və do ilə does-dan da geri dönüş olaraq cavab verəcəyim. Yes, I do. Məsəl üçün, do you work? Sən işləyirsən və qısa cavab, yes, I do. Mən işləyirəm. Yes, I do. Baxın, do ilə sual vermişəm.
Do da mənim cavabımdadır. Və inkar fraziyyəsinə gəlirəm. Do you work? Sual verirəm. Yine həmin sual. No, I don't. Görürsünüz. İnkarda da yine not-la cavab verəcəksiniz. Dəyişən heç nə yoxdur. Yine sual verirsinizsə, cavabınızı da onunla verməlisiniz. Gəlin indi burada biz bəzi cümlələrə baxaq. Özümüz sual və inkarda qurmağa çalışaq. Deyir ki, I wash my hair every day. Mən hər gün, every day, hər gün saçlarımı yuyuram. İndi gəlin bu cümlə sualda, inkarda özümüz quraq. Necə olacaqdır? Birinci baxıram mən həmişə şəxsimə. Şəxsim I'dırsa, deməli mənim sualımda do yoxsa does hansını istifadə edəcəyəm? Əlbəttə ki, do-dan istifadə edəcəyəm. Çünki does, he, she, it-də olurdu. I-da yox. Deməli, do, sonra you. Yəni, indi biz do I-la deyə bilərsiniz. Biraz acı məntiqli səslənsin deyə do-yu deyirəm indi. Yəni, sən saçlarını hər gün yuyursan, sualımı belə qururam. İstəyirsiniz, mən saçlarımı hər gün yuyuram deyib də sual verə bilərsiniz. O da yəni, düzdür, sadəcə məntiqli səslənsin deyə do-yu deyirəm. Deməli, do you wash yuyursan, baxın, heç nə dəyişmirəm. Hər şey olduğu kimi yerindədir. Your hair, indi my hair demirəm, your hair deyirəm. İstəyirsə my hair deyim burada. My hair every day. Every day. Sual. Do you wash your hair every day? Hər gün saçlarını yuyursan, cavab veririk. Yes. I do. Çünki do ilə sual vermişəm. Cavabımı do ilə qayıtmalıdır. No, I don't. İnkarda yine no, I don't deyəcəksiniz. Gəlin indi bu cümlə biz inkarda deyək. Heç yenidən cümləni yazmayacağım. Baxın, I wash my hair every day. İnkarda bir dənə bura I don't. Bitti getdi. I don't wash my hair every day. Bu da sizin inkar cümlənizdir. Bir dənə don't əlavə edirsiniz. Yəni ki, şəxslə hərəkət bildirən sözün arasına bir dənə don't əlavə edirsiniz. Olur inkar cümləniz. Bu qədər sadə. Baxın, I don't drink coffee. Mən də kofe içmirəm. Görürsünüz, inkar bu qədər sadədir. Present simple-ın zaman zərfləri var. Gəlin onlara da baxaq birlikdə. Present simple-ın zaman zərfləri hansılardır? Always. Həmişə. Usually. Adətən. Sonra often. Tez-tez. Sonra sometimes, bəzən. Never, heç vaxt. Rarely, adətən. Bunları da görə bilərsiniz. Occasionally, arada bir. İndi baxın, burada bütün zaman zərfləri var. Qeyd etdim. Always, usually, often, sometimes, hardly, ever, rarely, nadir hallarda deməkdir. Never, heç vaxt deməkdir. Burada bir dənə qeyd edilməyən var. O da occasionally'dir. O da arada bir deməkdir. İndi siz də bunu qeyd götürün özünüzə. Occasionally. Bütün bunların bu saytların linklərini şərh bölməsində qeyd edəcəm. Daxil olub testləri doğrudan işləyə bilərsiniz. Yenidən baxa bilərsiniz qaydalara. Deməli, baxın, bu zaman zərflərinin işlənmə yeri mən hara qoyacağım cümlədə ki, düzgün olsun. Baxın, çox sadədir. Hərəkət bildirən sözdən əvvələ, to be-dən sonraya qoyacaqsınız. Yəni, əmizardan sonraya qoyun, hərəkət bildirən sözdən əvvələ qoyun. Gəlin, indi cümlə daxilində baxaq. Baxın, bu cümlədə cooks pastadır ki, often cooks pasta. O tez-tez makaron, pasta makarondur. Yəni, tort deyil, qətiyyən bunu ona səhv salmayın. Deyir ki, o tez-tez makaron bişirir. İndi görürsünüz, burada hərəkət bildirən sözünüz nədir? Bişirmək. Hərəkət bildirən sözdən əvvələ qoyacaqsınız zaman zərflərini. Bu often-dır, usually-dir, sometimes-dır, always-dir. Bunlar hamısı hərəkət bildirən sözdən əvvələ qoyacaqsınız. Bir dənə bunu yadda saxlayın cümlənizdə. Bunu harada qoymalı olduğunuzu biləcəksiniz. Amma to be-dən sonra qoyacaqsınız. To be-lər nə idi? Am, is, are. Am, is-are-dan sonraya qoyacaqsınız. Baxın, you are always late. Deyirsən, həmişə gecikirsən.
Görürsünüz, əmizardan, yəni ardan baxın görürsünüz, sonra qoymuşam bu always. Always olmasını bura often qoyun. Nə bilim, sometimes qoyun. Hansını istəyirsinizsə qoya bilərsiniz. To be-dən sonra qoyacaqsınız. Çox sadədir, yəni yerini də artıq bildiniz, harda nəyə qoymaq lazımdır. Bunların hamısı indiki zamanda istifadə olunan zaman zərflərdə yadınızda qalsın. Bunu keçmiş zamanda istifadə edəməyəcəksiniz. Bunu indiki zamanda istifadə edəcəksiniz. Və bir şey yadınızda saxlayın ki, never olan cümlənin özü inkardır, digər bir inkara ehtiyac yoxdur. Yəni, heç vaxt deyirsiniz. Bizim dilimizdə deyirik, mən heç vaxt getmirəm. İki də inkar deyir, getmirəm, heç vaxt. Amma ingilislər belə demir. Never-ni görən kimi orada başqa inkar qoymurlar. Məsələn, deyir ki, they are never at home when we call. Deyir ki, onlar heç vaxt biz zəng vuranda onlar heç vaxt evdə olmurlar. İndi gəlin bura kimi baxaq cümləmizə. They are never at home. Deyir, onlar heç vaxt evdə olmurlar. Biz olmurlar deyirik, inkarda deyirik də orasında. Amma baxın görürsünüz, bunlarda inkar yoxdur burada. Yəni aren't demirsiniz. Nə bilim, don't, doesn't, heç birinə gərək yoxdur. Never özü inkardır. Başqa inkara ehtiyac yoxdur. Ümid edirəm burada sizə aydındır. Gəlin də bir neçə suallara göz gəzdirək. Burada necədir? Tea, I, mən, tea, çay. İndi və bizə inkarda qurmağımız istəyir. Cümləni necə quracaq? Yadımıza salırıq o saat. Bu şəxsə hansı cür inkar qoyulacaq? Don't yoxsa doesn't? Yadımıza salırıq ki, he, she, it də doesn't-dır. Qalan bütün şəxslərdə don't-dur. Deməli, doesn't lazım deyil. Baxırıq cavablarda heç doesn't yoxdur. Sonra baxırıq görək notlar qoyub bura. Bu notun tək heç bir mənası yoxdur. Bu notun yanında necə deyilir bir əlavə bir sözü yoxdursa, yəni do'su yoxdursa, does'ı yoxdursa, bu notun heç bir mənası yoxdur. Ona görə mən bunları avtomatik üstündən xətt çəkirəm. Deyirəm, təksizsə mənə lazım deyilsiniz. Və gəlirik son burada don't qalıb. Görürsünüz, don't drink. Cavab elə budur. I don't drink tea. Mən deyir ki, çay içmirəm. Sonra she ilə, baxın, həz olacaqdır. Nəyə görə? Çünki s söhbəti var idi. Bu s söhbətində də have var deməkdir. İndi cavab burada she has two brothers-dır. Niyə have olmur burada? Çünki have-ə əslinə baxanda s qoşulmalıdır, hə? İndi bu da zamanla dəyişibdir. İngilis dilinin tarixini dəyişib. Have deyə bir şey yoxdur deyə bunu has-ə çeviriblər və has yazıblar bunu. She has two brothers. Onun iki qardaşları var. Bir də ki, diqqət etməli olduğunuz digər məqam da burada s söhbətidir. Necə olacaq ki, biz s əlavə edəcəyik? Gəlin buna da bir göz gəzdirək. Genelliklə, yəni çox zaman biz sadəcə s əlavə edirik hərəkət bildirən sözlərin sonuna. Baxın, görürsünüz, play, oynamaq, plays. Oynamaq, yəni he, she, it-də istifadə olunma görürsünüz. Ancaq he, she, it, şəxs təkdə olanda. Sonra work, işləmə works olubdur. Amma əgər bizim hərəkət bildirən sözümüzün sonunda, baxın, bu hərflərlə bitirsə, s, ch, sh, z, bunlarla bitirsə, onda es əlavə edirsiniz. Sonra o ilə bitirsə, yəni es əlavə edəcəksiniz. O məşhur go sözü goes olur. Görürsünüz? Goes. She goes. O gedir. Çünki o ilə bitir. Yəni, yadda qalsın ki, sözün sonu ch, s, sh, z və o ilə bitirsə, siz sonra es əlavə edəcəksiniz. Yəni, es şəkilçisi əlavə edəcəksiniz. Bu hərfləri yadınızda saxlayın. İşiniz asan olacaq onda. Sonra digər bir məqam isə, əgər sözün sonu y ilə bitirsə, yəni hərəkət bildirən sözün sonu y ilə bitirsə, nə edəcəyik? Baxırıq görək bu y-dən əvvəl saitdir yoxsa samit. Bax, burada baxıram, study dərs oxumaq, dərs çalışmaq deməkdir, təhsil almaq deməkdir. Və görürəm y-dən əvvəl samit var, d hərfi var. Deməli, nə edəcəm? Y-ni siləcəm mən. Yerinə i yazacağım, sonra da s-i əlavə edəcəyim. Sırf y-dan əvvəl samit olanda olacaq bu qayda. Bunu yadda qalsın. Baxın, görürsünüz, studies. Y-ni sildim. Yerinə i yazdım, sonra e-si artırdım. Sonra try. Baxıram yenə, y-dən əvvəl nə var? Samit var. Samit varsa, demək, y silinəcək. Y-ni sildim, yerinə i yazdım, sonra da e-si əlavə etdim. Cəhd etmək deməkdir. Tries. Və görürsünüz, tries. Sırf bu y-dən əvvəl samit olduqdadır. Sait gəlsə heç nə dəyişmir sizə. Yəni, baxın,
7 nəvə sait var. 7 nəvə sait. A hərfi. Heç də dəyişmədi. Biraz qoşdum. Bitdi, getdi. Və have-dəki dediyim kimi bu kökündən dəyişəndir. He, she, it olanda has olacaqdır. Yəni, indi burada bir neçəsini tapşırıqlarda baxaq. Deməli, Tom, indi burada inkar seçmək lazımdır. Tom bir nəfərdir, üçüncü şəxsin təkindədir. Deməli, bunun inkarı doesn't olacaq. Doesn't seçdim. Doesn't 2 dənə yeri doesn't var. Burada yoxdur. Bunu əsildim avtomatik. Bəs mən start seçim, yoxsa start seçim. Artıq tabaq baş yarar deyib, bu S-i burada götürmürük. Deyirik ki, mən doesn't-ın içində onsuz da S-i var. Mən bir də təzdən əlavə niyə S qoşum ki? Ona görə cavab doesn't start-dır. Və tərcüməsi də bu cümlənin Tom doesn't start work until 10 today. Yəni, Tom bugün saat 10-a kimi işləmir. Burada yine S çəkicisini əlavə etmirik, çünki doesn't-ın özündə S var. Digər tapşırıqda isə instrument, an instrument, yəni musiqi deməkdir və sual cümləsidir. Sual cümləsi olduqda biz bilirik ki, do ya da does-dan başlayırıq sual cümləsinə. Və burada da avtomatik do cavabımızı görürük, seçirik və niyə does qoymuruq? Çünki you var. You şəxsindən biz dedik ki, do istifadə edəcəyik. Və gəlin burada da bir neçəsinə baxaq. Adverbs of frequency testlərimizdə isə bir neçə tapşırığa göz gəzdirək. Which sentence is correct? Doğru olan cümləni tapmalıyıq. Deyir ki, our teacher is often late. Baxın, often-in işlənmə yerini yadımıza salaq yenidən. Hərəkətdən sonra to be-dən əvvəl. Bu cümlələrdə görürük ki, bizdə to be var. Yəni, əmizar var. Əmizar varsa, dedik ki, to be-dən sonra olacaqdırsa, baxın, our teacher is often late. Cavab elə budur. Deyir ki, bizim müəlliməmiz tez-tez gecikir. Digər cavablar niyə olmur? Onlara da gəlin baxaq. Deyir ki, burada often is late. Səhvdir. Is often late olmalıdır. Is often our teacher late. Burada yenə səhvdir. Burada da yine bu da səhvdir, çünki yəni biz cümləmizi belə qoya bilmərik. To be-ni, yəni əmizarı cümlənin başına keçirik, heç nə dəyişmirik sual cümləsində olacaq. Is our teacher often late? Bu cümlədə yine səhvdir, çünki biz dedik ki, sual cümləsi deyilsə, bu niyə often mən keçirim? Başa heç sualda da, inkarda da, heç nə də often cümlənin başına keçmir. To be-dən sonra olmalıdır, yəni bunu konkret bura. Our teacher is often late olmalıdır. Doğru cavab A-dır. Ümid edirəm bura kimi sizə hər şey aydındır.